Səadət Buta Abdullayeva 1951-ci ildə Borçalı mahalının Dımanisi rayonundakı qədim dəmirçi Hasanlı, indiki Qızılkilsə kəndində müəllim ailəsində dünyaya gəlib. Yaradıcılığa çox erkən başlayıb. 5-ci sinifdə oxuyanda Oktyabr bayramına yazdığı şeir Dımanisidə nəşr olunan Trialeti adlı rayon qəzetində çap olunub. Sonralar Tiflisdə Azərbaycan dilində yeganə mərkəzi mətbuat orqanı olan Sovet Gürcüstanı, indiki Gürcüstan qəzetində mütəmadi çap olunub. Oxucuların rəğbətini qazanıb. Daha sonra Azərbaycanda müxtəlif mətbuat orqanlarında, qəzet və jurnallarda da çap olunub. Səadət Buta 1982-ci ildə Azərbaycanın Neftçala rayonunda yaşayan şairə Narınc Xatunla bir müddət məktublaşıblar. 1982-ci ilin oktyabr ayında Buta Narınc Xatunu Gürcüstana qonaq çağırır. İki rəfiqənin səmimi bir gecəlik görüşü keçirilir. Bu görüşdə Dımanisinin Hamamlı kəndindən olan bir aşıq da iştirak edib. Gözəl Zarıncı havasında oxuyub. Beləliklə Narınc Xatunla Səadət Buta Qızılkilsə kəndində Aşıq Pəri Məclisini yaradıblar. Düz 1 il 6 ay Gürcüstanda Aşıq Pəri Məclisi fəaliyyət göstərib. 1984-cü ildə Hüseyn Arif Aşıqların 4-cü qurultayını çağırıb. Buta qurultayda prezidium üzvü kimi 15 respublikadan gələn qonaqlarla səhnədə oturub və Aşıq Pəri Məclisi bu qurultayda təsdiq olunub. 1986-cı ildə rayonun raykomu Dımanisi haqqında yazılan şeirlərin yarışını keçirib. Bu yarışda Butanın şeiri birinci yeri alıb və Gürcüstan Elm və Təhsil Nazirliyi tərəfindən Gürcü dili dərsliyinə daxil edilib. 50 illik yubileyində Gürcüstanın Şöhrət ordeni ilə mükafatlandırılıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1999-cu ildə Türkiyənin Erzurum şəhərində Atatürk Universitetinin Kazım Qarabəkir Təhsil Fakültəsinin Türk Dili Təhsili bölümündə Əli Qafqasiyalının rəhbərliyi ilə Bülənd Artuna Səadət Butanın bütün yaradıcılığına diplom işi həsr edib. Dağlar Məni Çağırır şeirlər kitabını çap etdirib. Türkiyənin ən böyük şəhərlərində məclislərdə olub, çoxlu ödüllər alıb. Bir nişan Türkiyə xalqına xidmətlərinə görə, 2 medal isə Türk şifahi ədəbiyyatına etdiyi xidmətə görə verilib. 19 kitab müəllifidir. Xalq ədəbiyyatına canla başla qulluq edib. 3 dastan yaradıb. Xalqın unudulmuş deyimlərini, bayatılarını, oxşamalarını yaddaşa qaytarıb. 14 nənələrimizin qımqımasından nəğmə yaradıb. Həm Gürcüstana, həm Azərbaycana, həm də bütün Turan dünyasına xidmət edib. 2023-cü ildə Gürcü və Azərbaycan xalqları arasında dostluğun və qardaşlığın daha da möhkəmləndirilməsi üçün Sazın Sözün Butası təşkilatını yaradıb. Bu yolda gördüyü işlərə görə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan medalı ilə təltif olunub. 2023-cü ildə Dımanisinin Fəxri Vətəndaşı medalı ilə təltif olunub. 2024-cü ildə Aşıq Ələsgər və Mikail Azaflı medalları lauriyyatına layiq görülüb. Saysız, hesabsız fəxri fərmanları var. 4 evladı, 10 nəvəsi, 2 nəticəsi var. 2025-ci ildə Dımanisi Bələdiyyəsi tərəfindən Koba Muradişvilinin fərmanı ilə Səadət Butanın doğulduğu kənddə ev muzeyi açılıb. Səadət Buta poeziyasının mayası, kökü, cövhəri, mahiyyəti hardan gəlir? Həmin o sazın qəm kökündən gəlir. Bugün kiminsə xətrinə dəyə bilər, kimsə qəbul eləməyə bilər, kimsə başqa yerlərə yoza bilər. Kim nə istəyir öldür. Səadət xanım bugün qadın şairlərin üstündə Azərbaycan şeirinin naxavanıdır. Buta qurban torpağına, ay ulduzlu bayrağına, Azərbaycan dayağıma, yeni
türküm mənim. Qoru daşını da yad baxışından, bir buta yaransın od naxşından, şair diləyindən el alxışından, görüm bayrağına dünya baş əyir. Salam ay Türkiyəm, hər vaxtın xeyir. Anam ay Türkiyəm, hər vaxtın xeyir.